açıldı, bülbüllər ötdü, harda qaldı, gözəl yarım qaldı, harda. Raul, Baku TV'nin efirinə xoş gəldin. Öncə səni tanıyaq. Neçə yaşın var? 11. Mən böyüyəndə böyük sənətkarlarımızdan olmaq istəyirəm. Bəs musiqiyə marağın necə yarandı? Uşaqlıqdan bilmirəm, özüm üçün oxuyurdum. Oxudum, gözəl səsə sahib oldum və belə. Sosial şəbəkələrdə paylaşdığın videolar çox bəyənilir. Həmin videoları kim çəkir, necə hazırlayırsınız? Anamdan. Bir mahnının üzərində, yəni bir dəfə çəkilmir də, üstündə gəlir çoxlu işləyəsən, əvvəlcədən və bir kadr çəkilmir də, bir dəfə video çəkilmir, bir neçə dəfə çəkilir. Ən yaxşısı hamısı olsa, elə bil onu paylaşılır. Raul, özünün ən sevdiyin mahnını bizim üçün canlı-canlı oxuya bilərsən? Gəl, xanım, gəl yanıma, gəl, canım, gəl yanıma, gəl. Mən ölüm, mən ölüm, mən ölüm, gəl. Mən ölüm, mən ölüm, mən ölüm, gəl. A quzum, gəl yanıma, canımı verərəm mən yarıma. Qurban edərəm mən canana, malımı, pulumu, varımı mən. Raul, müəllimin kimdir? Aybəniz Haşimova. Daha çox kimləri dinləyirsən? Şövkət Ələkbərova, Müslim Maqamayev, Rəşid Behbudov. Bəs gənc ifaçılar? Heç kimi. Səslərini bəyənmirsən, yoxsa? Mənim zövqümdə olan çünki musiqilər ancaq milli mahnılardır, retro mahnılara daha üstünlük verirəm. Normalda boş vaxtlarımda mahnılar əzbərləyirəm, musiqi ilə məşğul oluram. Telefonda yəni keçirmirəm. Telefonda keçirsəm belə mahnıları əzbərləyərəm, mahnıları qulaq asaram belə. Sən müşfiqin yanında qal ginən sənə qurban, istəsən bu canımı al ginən sənə qurban. Sən müşfiqin yanında qal ginən sənə qurban, istəsən bu canımı al ginən sənə qurban. Çox sağ ol, çox təşəkkür edirik Raul. Yaxşı ki gəldin, yaxşı ki səni tanıdıq. Uğurların bol olsun. Sağ ol.